Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəssalamu ala Rasulillah. Çox dəyərli Minbər TV izləyiciləri, hər birinizi uca Allahın salamı ilə salamlayıram. Dəyərli izləyicilər, bugünkü dərsimiz ərəb əlifbasında keçən hərflərin qarışıq cədvəli olacaq. Bu dərsimizdə sizlərlə ərəb əlifbasında keçən hərfləri bərabər öyrənməyə çalışacağıq. Allah Taala hər birimizi müvəffəq eləsin. Dəyərli dostlar, biz keçən dərsimizdə ərəb əlifbasında keçən hərflərin müəyyən xüsusiyyətlərinin olduğunu qeyd etmişdik. Bu hərfləri biz müxtəlif rənglərdə qeyd etmişdik. İlk olaraq açıq sarı rəngdə qeyd etdiyimiz hərflərin incə hərflər, göy rəngdə qeyd etdiyimiz hərflərin qalın hərflər, sarı rəngdəki hərflərin pəltək hərflər və nəhayət qırmızı rəngdə qeyd etdiyimiz hərflərin isə boğazımızı sıxaraq tələffüz edəcəyimiz hərflər olduğunu demişdik. Bu dərsimizdə də eyni hərfləri eyni rənglərdə qeyd etmişik. Buna xüsusilə diqqət etməyiniz lazımdır. Ekranda siz hərfləri indi tək-tək görəcəksiniz və müəyyən fasilə verərək hərfin adını müəyyən fasilədən sonra qeyd edəcəm. Həmin müddət ərzində siz hərfin adını düşünərək özünüz də hərfi tanımağa çalışacaqsınız. İlk hərfimiz gördüyünüz kimi açıq sarı rəngdə qeyd olunan bir hərfdir və sadə bir quruluşa sahibdir. Özünə məxsus bir quruluşu vardır. Beləliklə, siz də bu hərfin artıq mim hərfi olduğunu bildiniz. Mim hərfi Azərbaycan dilindəki qarşılığı M hərfidir. Növbəti hərf yenə gördüyünüz kimi açıq sarı rəngdə qeyd olunmuşdur. Bu hərf də üzərində tək bir nöqtəsi vardır, incə hərfdir. Beləliklə, siz bu hərfin F hərfi olduğunu bildiniz. F hərfi Azərbaycan dilindəki qarşılığı F hərfidir. Növbəti hərf özünə məxsus bir quruluşa malikdir, incə hərfdir və üzərindəki 3 nöqtə və eyni zamanda altındakı dişlər ilə fərqlənir. Beləliklə, siz bu hərfin artıq şin hərfi olduğunu təxmin etdiniz. Şin hərfinin Azərbaycan dilindəki qarşılığı Ş hərfidir. Növbəti hərfimiz də gördüyünüz kimi incə hərflər qrupundadır. Özünə məxsus bir quruluşu vardır və bu hərf müxtəlif hərflərin üzərində də yazıla bilən bir hərfdir. Beləliklə, siz bu hərfin həmzə hərfi olduğunu artıq bildiniz. Növbəti hərfimiz də yenə incə hərflər qrupunda olan bir hərfdir. Özünə məxsus bir yazılış forması vardır və üzərindəki 2 nöqtə ilə buna bənzər digər bir hərfdən fərqlənir. Beləliklə, siz bu hərfin T mərbutə hərfi olduğunu bildiniz. T mərbutə hərfi 2 hərfin xüsusiyyətini özündə daşıyan bir hərfdir. T hərfinin xüsusiyyətini daşıyır, yəni T səsinin xüsusiyyətini daşıyır və eyni zamanda müəyyən yerlərdə H hərfinin xüsusiyyətini daşıyır. Növbəti hərfimiz də yenə gördüyünüz kimi incə hərflər qrupunda olan bir hərfdir. Özünə məxsus bir yazılışı vardır, özünə məxsus bir quruluşu vardır. Beləliklə, siz bu hərfin kəf hərfi olduğunu bildiniz. Kəf hərfinin Azərbaycan dilindəki qarşılığı K hərfidir. Dəyərli dostlar, onu da qeyd edim ki, Azərbaycan əlifbasında 2 K səsi vardır. K hərfinin 2 tələffüz forması vardır. Kardon şəklində tələffüz etdiyimiz K səsi, kitab şəklində K şəklində tələffüz etdiyimiz K səsi. Ərəb əlifbasında isə sadəcə kardon sözünü tələffüz edərkən səsləndirdiyimiz K səsi vardır. Kitab sözünü tələffüz edərkən tələffüz etdiyimiz K səsi ərəb dilində yoxdur.
Növbəti hərfimiz gördüyünüz kimi artıq mavi rəngdə gəldi. Mavi rəngdə gördüyümüz hərflər qalın hərflərdəndir. Beləliklə siz bu hərfin artıq ta hərfi olduğunu təxmin etdiniz. Ta hərfi də özünə məxsus bir tələffüz forması vardır. Bir qədər D hərfinə meyilliliklə tələffüz olunur və Azərbaycan dilindəki qarşılığı T hərfidir. Lakin ta hərfi qalın olduğu üçün hər zaman qalın saitlərlə bərabər tələffüz olunur. Növbəti hərfimiz də gördüyünüz kimi incə hərflər qrupundadır. Biz əlifba dərsində bunu anlatarkən bu hərfin xüsusi bir hərf olmadığını, iki hərfin birləşməsindən meydana gəldiyini qeyd etmişdik. Beləliklə siz artıq bu hərfin ləm əlif olduğunu bildiniz. Beləliklə biz burada ləm və əlif hərflərinin birləşməsini görürük. Növbəti hərfimiz yenə qalın bir hərfdir. Çünki mavi rəngdə qeyd olunmuşdur və özünə məxsus bir quruluşa sahibdir. Beləliklə siz bu hərfin də sad hərfi olduğunu bildiniz. Azərbaycan dilində bu hərfin qarşılığı s hərfidir. Lakin sad hərfi qalın olduğu üçün hər zaman qalın saitlərlə bərabər tələffüz olunmalıdır. Növbəti hərfimiz gördüyünüz kimi burada iki hərf görürük. Lakin burada bizim əsas alacağımız üstdəki həmzə hərfidir. Gördüyünüz kimi həmzə hərfini biz Qur'an-ı Kərim oxuyarkən, ərəb dili hər hansı bir mətin oxuyarkən qarşımıza bu şəkildə də çıxacağını görəcəyik. Bu həmzə hərfi bizim qarşımıza bu şəkildə çıxdıqda biz burada altdakı hərfi deyil, həmzə hərfini əsas alaraq oxumağımız lazımdır. Növbəti hərfimiz gördüyünüz kimi yenə incə hərflər qrupundadır. Lakin yuxarı sağ küncdə biz qırmızı rəngi də qeyd etmişik. Bu o deməkdir ki, bu hərf həm incə hərfdir və eyni zamanda da boğazı sıxaraq tələffüz olunan hərflərdən biridir. Bildiyiniz kimi, ərəb əlifbasında iki boğazdan, yəni boğazımızı sıxaraq tələffüz etdiyimiz iki hərf vardır. O iki hərfdən birisi də budur. Beləliklə siz bu hərfin artıq hə hərfi olduğunu təxmin etdiniz. Növbəti hərfimiz gördüyünüz kimi çox sadə bir quruluşa sahibdir. İncə hərflər qrupundadır və elə düşünürəm ki, siz bu hərfi çox rahatlıqla tapdınız. Bu hərf də hə hərfidir, incə hə hərfidir. Az öncə qeyd etdiyimiz hə hərfindən fərqli olaraq hə hərfi boğazdan tələffüz olunmur. Yəni, daha doğrusu boğazdan sadə şəkildə hər hansı bir boğazımızı sıxmadan tələffüz etdiyimiz h səsidir. Yəni, Azərbaycan dilində bu hərfin qarşılığı h hərfidir. Növbəti hərfimiz gördüyünüz kimi yenə bu şəkildə həmzə gəldi, həmzə hərfi gəldi və altında da əlif hərfini görürsünüz. Əlif hərfinin üzərində həmzə bu şəkildə yazılır. Bu şəkildə yazıldıqda onsuz da həmzə hərfi ilə əlif hərfi eyni hərfdir, eyni oxunuşa sahibdir. Bu hərf, yəni həmzə və yaxud da əlif hərfi tək başına səslənməsi mümkün olmayan bir hərfdir. Bu hərflər hərəkələrin səsini verir. Yəni, tək başına biz bu hərfə hər hansı bir hərfin qarşılığıdır deyə bilmirik. Bu hərfi biz inşallah növbəti dərslərdə üzərinə qoyacağımız hərəkənin səsi ilə bərabər oxuyuruq. Tək başına bu hərfin hər hansı bir səsi yoxdur. Növbəti hərfi görürük biz burada. Gördüyünüz kimi bu hərf də az öncə qeyd etdiyimiz hə hərfinə bənzər bir hərfdir. Lakin altda nöqtəsi vardır. Altdakı nöqtəsi ilə hə hərfindən fərqlənir. Və incə bir hərfdir. Elə düşünürəm ki, siz bu hərfin cim hərfi olduğunu artıq bildiniz.
Cim hərfin də Azərbaycan dilindəki qarşılığı C hərfidir. Növbəti hərfimiz burada mavi rəngdə görürük və mavi rəngdə olduğu üçün artıq qalın hərflər qrupunda olduğunu bilirik biz bu hərfin. Və az öncəki H və cim hərflərinə bənzər bir hərfdir, lakin üzərində tək bir nöqtəsi vardır. Üzərindəki nöqtəsi ilə H və cim hərflərindən fərqlənir. Elə düşünürəm ki, siz artıq bu hərfin X hərfi olduğunu bildiniz. X hərfi də Azərbaycan dilindəki qarşılığı X hərfidir. Növbəti hərfimiz də yenə mavi hərflər qrupundadır və özünə məxsus bir quruluşu vardır. Üzərində 2 nöqtəsi olan bir hərfdir. Bu hərfin də siz artıq qaf hərfi olduğunu bildiniz. Qaf hərfinin də Azərbaycan dilindəki qarşılığı q hərfidir. Lakin Azərbaycan dilində q hərfini biz tələffüz edərkən bir qədər qırtlağımızın üst tərəfindən dilimizə yaxın hissədən tələffüz edirik q şəklində. Lakin ərəb dilində q hərfini bir qədər qırtlağımızla tələffüz edirik. Yəni q şəklində tələffüz etməyimiz lazımdır. Növbəti hərfimiz incə hərflər qrupunda olan bir hərfdir. Gördüyünüz kimi və az öncə qeyd etdiyimiz şin hərfinə bənzər bir hərfdir. Lakin şin hərfindən fərqli olaraq bu hərfin üzərində nöqtə yoxdur. Elə düşünürəm ki, siz bu hərfin sin hərfi olduğunu bildiniz. Sin hərfinin də Azərbaycan dilindəki qarşılığı s hərfidir. S hərfi sad hərfindən fərqli olaraq incədir və incə saitlərlə bərabər tələffüz olunur. Növbəti hərfimiz gördüyünüz kimi incə hərflər qrupundadır və üzərindəki tək nöqtə ilə digər hərflərdən fərqlənir, sadə bir quruluşa sahibdir. Bu hərfin də artıq siz nun hərfi olduğunu bildiniz. Nun hərfi də Azərbaycan dilindəki bu hərfin qarşılığı n hərfidir. Növbəti hərfimiz gördüyünüz kimi tək bir xəttdən ibarətdir. Az öncə biz bu hərfi burada qeyd etmişdik. Bu şəkildə də qarşımıza çıxacaqdır müəyyən yerlərdə. Bu hərfin adı elə düşünürəm ki, ən tez öyrənəcəyimiz bir hərfdir. Bu hərfin adı əlif hərfidir. Növbəti hərf altındakı 2 nöqtə ilə fərqlənir və incə bir hərfdir. Bu hərfin də siz əlifbanın eyni zamanda onu da qeyd edim, son hərfidir. Elə düşünürəm ki, siz bu hərfi artıq bu hərfin Y hərfi olduğunu bildiniz. Növbəti hərfimiz gördüyünüz kimi həm mavi rəngdə qeyd etmişik, həm də açıq sarı rəngi də burada qeyd etmişik. Bu hərfi biz əlifbada anlatarkən də bu iki xüsusiyyətinin olduğunu demişdik. Bu hərf əsasən əksər hallarda qalın olaraq, amma müəyyən hallarda da incə olaraq oxuna bilən bir hərfdir. Əlifbada tək bu xüsusiyyətə sahib olan tək hərf bu hərfdir. Beləliklə, siz də bu hərfin artıq ra hərfi olduğunu bildiniz. Növbəti hərf də gördüyünüz kimi mavi hərflər qrupundadır və özünə məxsus bir quruluşu vardır. Üzərində tək nöqtəsi vardır. Qalın hərfdir. Elə düşünürəm ki, siz bu hərfin qayn hərfi olduğunu bildiniz. Növbəti hərfimiz əlifbada 3-cü hərfdir. Üzərində 2 nöqtəsi ilə digər bu hərfə bənzər digər hərflərdən fərqlənir. İncə hərflər qrupundadır və sadə bir hərfdir. Elə düşünürəm ki, siz bu hərfin də T hərfi olduğunu bildiniz. T hərfinin Azərbaycan dilindəki qarşılığı T hərfidir. Növbəti hərfimiz əlifbanın 2-ci hərfi və T hərfindən altındakı tək nöqtə ilə fərqlənir.
Beləliklə elə düşünürəm ki, siz bu hərfi də tanıdınız. Bu hərf də B hərfidir. Azərbaycan əlifbasındakı qarşılığı B hərfidir. Növbəti hərfimiz incə hərflər qrupundadır. Üzərindəki tək nöqtə ilə ra hərfindən fərqlənir. Sadə bir quruluşa sahibdir. İnanıram ki, siz bu hərfin də Z hərfi olduğunu bildiniz. Növbəti hərfimiz incə hərflər qrupunda olan bir hərfdir. Az öncə biz bu hərfi həmzənin altında da, həmzə hərfinin altında da bu şəkildə burada görmüşdük. Özünə məxsus bir tələffüz formasının olduğunu qeyd etmişdik biz keçən dərsimizdə bu hərfin. Elə isə siz bu hərfin də artıq vav hərfi olduğunu bildiniz. Növbəti hərfimiz də gördüyünüz kimi mavi rəngdədir. Elə isə rəngindən də məlum olduğu kimi bu hərf qalın hərfdir. Sad hərfinə bənzəyən bir hərfdir. Əlifbada sad hərfindən sonra gəlir və üzərində tək nöqtəsi ilə sad hərfindən fərqlənir. Bu hərfin də siz artıq dad hərfi olduğunu öyrəndiniz. Növbəti hərfimiz də incə hərflər qrupunda olan bir hərfdir. Çox sadə bir quruluşu vardır və elə düşünürəm ki, siz də bu hərfin ləm hərfi olduğunu bildiniz. Növbəti hərfimiz incə hərflər qrupundadır və incə hərf olmaqla yanaşı pəltək hərfdir. Çünki sarı rəngdə qeyd etdiyimiz hissə pəltək hərflərə aid hissələrdir. Elə isə bu hərf incə hərf olmaqla yanaşı eyni zamanda pəltəklik xüsusiyyəti də olan bir hərfdir. Elə düşünürəm ki, siz bu hərfin zəl hərfi olduğunu bildiniz. Növbəti hərfimiz sadə bir quruluşu vardır, özünə məxsus bir quruluşu vardır. İncə hərflər qrupundadır. Əslində biz bu hərfi az öncə burada bu şəkildə fərqli formasını gördük. Bu hərfin başda yazılma forması əsas əksər hallarda bu şəkildədir, amma tək yazılarkən bu şəkildə yazılır. Elə düşünürəm ki, siz bu hərfdən bu hərfin də hansı hərf olduğunu təxmin etdiniz. Bu hərf H hərfidir. Beləliklə, H hərfini biz sadə bir şəkildə tələffüz edirik. Növbəti hərfimiz də gördüyünüz kimi incə hərflər qrupunda olan bir hərfdir. Lakin bu hərf eyni zamanda pəltək hərfdir. Quruluşca B hərfinə və T hərfinə bənzəsə də üzərindəki 3 nöqtə ilə B və T hərflərindən fərqlənir. Əlifbanın da 4-cü hərfidir. Elə düşünürəm ki, siz bu hərfin F hərfi olduğunu artıq bildiniz. Tələffüz edərkən biz bu hərfi pəltək olaraq tələffüz edirik. Bu hərf əlifbada indi hal-hazırda ekranda qarşımıza çıxan 3-cü S hərfidir. Lakin biz bu S hərfini pəltək olaraq tələffüz edirik. Yəni, dilimizi dişlərimizə birləşdirərək, dişlərimizin ucunu birləşdirərək o şəkildə tələffüz edirik. Yəni, V şəklində tələffüz olunur. Növbəti hərfimiz də yenə başda qeyd etdiyimiz həmzə hərfidir. Lakin həmzə hərfi gördüyünüz kimi bu şəkildə Y hərfinin də üzərində yazıla bilir. Y hərfinin üzərində yazıldıqda biz burada Y hərfini deyil, həmzə hərfini əsas alaraq həmzəni oxumağımız lazımdır. Həmzə də əsas etibarilə əlif hərfinə məxsus olan bütün xüsusiyyətlər həmzəyə də aiddir. Yəni, əlif hərfini biz necə oxuyacaqsa, həmzəni də o şəkildə oxuyacaq. Növbəti hərfimiz incə hərflər qrupunda olan bir hərfdir. Az öncə qeyd etdiyimiz zəl hərfinə bənzəyir. Sadəcə zəl hərfinin üzərində tək nöqtəsi vardır. Bu hərfimizdə isə hər hansı bir nöqtə yoxdur. Elə isə siz bu hərfin də artıq elə düşünürəm ki, dəl hərfi olduğunu bildiniz. Dəyərli dostlar, ərəb əlifbasında qarşımıza çıxan ikinci D hərfidir. Dəl hərfi incədir. Lakin az öncə qeyd etdiyimiz
Dad hərfi isə qalındır. Yəni biz bu hərfi ba şəklində, bu hərfi isə d şəklində incə tələffüz edirik. Növbəti hərfimiz ikinci boğaz hərfidir. Gördüyünüz kimi. Quruluş etibarıyla az öncə qeyd etdiyimiz qayn hərfinə bənzəyir. Əlifbada da yanaşı gəlir bu hərflər. Boğazdan tələffüz edirik. Əgər boğazdan tələffüz etməsək, əlif hərfinə bənzəyər. Ona görə də bu hərfin mütləq mümkün olduğu qədər çalışmaq lazımdır ki, bu hərf boğazdan tələffüz olunsun. Elə düşünürəm ki, siz bu hərfin artıq ayn hərfi olduğunu bildiniz. Və növbəti hərfimiz əlifbanın son hərfidir. Özünə məxsus yazılışı vardır. Lakin bu şəkildə nöqtəsiz gəldiyi yerlər də olur. Az öncə biz bu hərfi burada yə adı ilə qeyd etmişdik. Bu görəcəyiniz hərf də yə hərfidir. Lakin xüsusilə ərəb dili mətnləri oxuduqda bu hərf bəzi hallarda nöqtəsiz, bəzi hallarda isə nöqtəli şəkildə sizin qarşınıza çıxa bilər. Hər ikisini biz yə hərfi kimi indiki mərhələdə yadımızda saxlamağımız lazımdır. Və nəhayət cədvəlimizin sonuncu hərfini görürsünüz. Qalın hərfdir. Qalın olmaqla yanaşı pəltək hərfdir. Bu xüsusiyyətlə, yəni həm qalınlıq, həm də pəltəklik xüsusiyyətini daşıyan tək bir hərf var ərəb əlifbasında. O da sizin də təxmin etdiyiniz kimi va hərfidir. Biz bu hərfi digər pəltək hərfləri tələffüz etdiyimiz kimi dilimizi dişlərimizin ucuna toxunduraraq o şəkildə pəltək tələffüz edirik. Yəni va şəklində tələffüz olunur. Əlifbada üçüncü z səsidir. Az öncə burada z hərfini görmüşdük. Burada zəl hərfini görmüşdük. Burada za hərfini gördük. Bu üç hərfi bir-birindən fərqləndirən xüsusiyyətləri biz keçən dərsimizdə də qeyd etmişdik. Təkrar olsa da yenə diqqətinizə çatdırım ki, biz za hərfini qalın və pəltək olaraq, zəl hərfini incə və pəltək olaraq, z hərfini isə sadəcə incə olaraq tələffüz etməklə bir-birindən fərqləndiririk. Bəli, dəyərli dostlar, elə düşünürəm ki, hərfləri bu şəkildə sizlərə göstərərək, sizləri də bir qədər düşündürərək ərəb əlifbasında keçən hərfləri öyrənə bildik. Bir daha siz özünüz də səsi bağlayaraq bu hərflərin üzərindən bir daha bu şəkildə keçsəniz və yaxud da ekranı bu şəkildə donduraraq ekranda olan hərfləri tək-tək başdan etibarən özünüz adlarını qeyd edə düşünə-düşünə getsəniz, qısa müddətdə ərəb əlifbasında keçən hərfləri öyrənə bilərsiniz. Səbirlə dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Əssəlamu aleykum və rəhmətullahi teala və bərəkatuhu.